Hamıya salam. Bu videoda sizə 2025 və 2026-cı illərdə əmək haqqının hesablanması arasındakı fərqi sosial dildə izah edəcəm. Xüsusən də hamının soruşduğu sual var. Maaş niyə azalır? Gəlin birinci baxaq. Misal üçün götürək 1000 manat maaş alan işçini. Gross maaş 1000 manat. 2025-ci ildə özəl sektorda çalışan işçilər üçün gəlir vergisi tutulmurdu. Amma icbari tibbi sığorta var idi. Bunu çox adam unudur. İndi bax, 1000 manatdan nələr tutulurdu? Sosial sığorta hissəsinə 6 manat, işsizlik sığortası 5 manat, icbari tibbi sığorta 10 manat, yəni ümumilikdə 101 manat tutulurdu və işçinin əlinə 899 manat keçirdi. 2026-cı ildə isə əsas dəyişiklik nədir? Gəlir vergisi geri qayıdır. 1000 manat maaşdan artıq 3% gəlir vergisi tutulur. Bu da 30 manat edir. Digər tutumlar isə eyni qalır. Sosial sığorta, işsizlik, icbari tibbi sığorta. Beləliklə 2026-cı ildə ümumi tutulma 131 manat olur və işçinin əlinə 869 manat keçir. Müqayisəyə baxaq. Yəni qısaca desək, 2025-ci ildə net maaş 899 manatdır, 2026-cı ildə net maaş 869 manatdır. Fərq 30 manatdır və bunun tək səbəbi gəlir vergisidir. Ona görə də 2026-cı ildə maaş azalıb deyəndə səbəb aydındır, yəni gəlir vergisi qaydası. Əgər istəsəniz növbəti videoda başqa maaşlarla 700, 1200, 1500 manat nümunəsi də izah edə bilərəm. Videonu faydalı hesab etdinizsə bəyənin, paylaşın və suallarınızı kommentdə yazın.